Salam hörmətli izləyicilər. Deməli gəlib çatdıq funksiyaların sonuncu bölməsinə. Funksiyaların qrafiklərinin qarşılıqlı vəziyyəti. Başlayaq suallara. Deməli birinci sualda deyilir ki, xəttli funksiyaların hansının qrafiki digərlərinin hamısının qrafiki ilə kəsişir. Baxaq k-sı tamam fərqli olana. Bax, bunun k-sı 2-yə bərabərdir. Mənfi 2-dir, mənfi 2-dir, 2-dir. Amma bunun k-sı nəyə bərabərdir? Burada k bərabərdir 5-dir. Deməli, burada doğru cavab Y variantıdır. K-sı fərqli olan bütün qrafiklərə nə etməlidir burada? Kəsişməlidir. Burada baxıram k-ya 3-dür, mənfi 3, 3, mənfi 3, bir də 6. Deməli, ikinci sualda da doğru cavab neçə olur? Mənfi 6 olan hamısı ilə kəsişəcək. Baxaq üçüncü suala. Deməli, deyir ki, funksiyanın qrafiklərinin kəsişmə nöqtəsinin nöqtələrin absislərini deyir. Verib y bərabərdir x üstündə 4, bir də y bərabərdir 8x kvadrat minus 12-yə. Kəsişmə nöqtəsini tapmaq istəyirsə, y-ləri bərabərləşdirək. Yazıram x üstündə 4 bərabərdir 8x kvadrat minus 12-yə. X kvadratında 1 t desəm, o zaman olur t kvadrat minus 8t plus 12 bərabərdir 0-a. Müxtəsərə görə yazsaq, t minus 4-ün kvadratı minus 16 plus 12 var, bərabərdir 4 şəklində yazmaq olar. T minus 4 2-yə bərabər olsun. T minus 4 bir də nə olsun? Mənfi 2. T buradan 6 edəcək, t buradan müsbət 2 edəcək. Nəyə t demişik? X kvadrat bərabərdir t demişik. X kvadrat bərabər bir dəfə 6 olacaq. X kvadrat bir dəfə də nə olacaq? Müsbət 2 olacaq. Onda x bərabərdir buradan plus minus kök altında 6. X də bərabərdir plus minus kök altında 2-yə bərabər olmuş olar. Doğru cavab 3-cü sualda D variantıdır. Baxaq, 4-cü sualda bunun eynisidir. Özünü cəzarsız. Baxaq 5-ci suala. Y bərabərdir kök altında 2x plus 4. Bir də y bərabərdir x minus 2. Funksiyalarının, qrafiklərinin, kəsişmə nöqtələrinin koordinatlarını deyə tapın. Y-ləri bərabərləşdirək. Kök altında 2x plus 4 bərabərdir x minus 2-yə. Hər tərəfin kvadratı yüksəlsəm, bunun kvadratı, bir də nə olar? Bunun kvadratı. Olacaq 2x plus 4 bərabərdir x kvadrat minus 4x üzərinə gəlsin 4-ə. 4-lər islah gedir, olur x kvadrat minus 6x bərabərdir 0-a. X bir dəfə 0 ola bilər, x bir dəfə 6 ola bilər. İndi baxıram. Burada qaydaya bunu düzəldək. Demək, kökün altında 2x plus 4 vermişdi də bizə. Bunu silək. Niyə silirəm deyəcəm. Biz bunları bərabərləşdirdik. Elədik, bəli. İndi x-in yerinə 0 qoysam, 0-dan 2 çıxaram, mənfi 2. Kök 6 ifadə mənfi 2-yə bərabər ola bilər? Xeyr. Deməli, burada 0 olmaz. İndi 6-nı yoxlayaq. 6-dan 2 çıxıram. 4. 2x plus 4-nə təyin olmasında qorxusu yoxdur. İndi deməli, bir dənə yerdən qalıb 6. Onda y-i tapmaq üçün x-in yerinə nə yazacağım? 6 yazacağım. Y bərabərdir x minus 2-dir. X-in yerinə 6 yazsam, olar 4. Deməli, burada da 4-ə bərabər olur. Hansı nöqtədir? 6, 4 nöqtəsi. Kəsişmə nöqtələrinin koordinatları. 5-ci sual oldu. Doğru cavab C variantı. 6 bunun eynisidir. Yazmıram, keçək 7-ci sualımıza. Verib bizə y bərabərdir 5-də 1 x üzərinə gəlinsin 2. Y bərabərdir x minus 6. Y bərabərdir kx. Düz xətləri bir nöqtədə kəsişirsə deyir. Bir nöqtədə kəsişmə nə deməkdir? Onda bunun kəsişmə nöqtəsinin koordinatlarını tapaq. Bir-birinə bərabər eləyib. 5-də 1 x üzərinə gəlsin 2 bərabərdir x minus 6-ya. Tapdığımız koordinatlar həm də bu düz xəttin üzərində olacaq. Yazıram 5-də 1 x minus x bərabərdir mənfi 6 minus 2-yə. Burada mənfi 4x bölünsün 5 bərabərdir mənfi 8-dən x bərabərdir neçə edər? 10 edər. X 10-dursa, y nəyə bərabərdir? 10-dan 6 çıxaram, qalar 4. Deməli, 10 bir də 4-ə bərabərdir. Həmin nöqtə, kəsişmə nöqtəsi. Bu eyni zamanda 10 bir də 4 nöqtəsi y bərabərdir kx-a aiddir.
X 10'dur, Y 4'e bərabərdir. Yazıram 4 bərabərdir. Bax buna əsasən 10 vurulsun K'ya. K da bərabərdir 4 bölünsün 10. O da x-a getsə 2 bölünsün 5 qalar. Doğru cavab 7-ci sualda oldu. D variantı. 8 bunun eynisidir. Yazmıram. Keçək 9-cu suala. A parametrin hansı qiymətlərində yazaq? 1y bərabərdir 3x üzərinə gəlinsin 2a-nın kvadratı minus 3a plus 6. Bir də verib bizə y bərabərdir mənfi 4x üzərinə gəlinsin 3a kvadrat minus 4a verib bizə. Düz xətlərinin kəsmə nöqtəsi ordinat oxu üzərində olar. Ordinat oxu üzərində nə deməkdir? X-i 0 olsun, tək bir dənə y qalsın. O zaman x-dan yerine 0 yazacağım. Bax, bunlar oldu 0. Y-lər də bir-birinə nə olacaq burada? Bərabər olacaq. Yazıram 2a-nın kvadratı minus 3a plus 6 bərabərdir. Bu 0 oldu da bu heç. 3a kvadratı minus 4a-ya. 3a kvadrat minus 4a-ya. İndi 3a kvadratdan 2a kvadrat çıxıram. Qalır a kvadrat mənfi 4a plus 3a. Mənfi a minus 6 bərabərdir 0. A1 bərabərdir, A2 bərabərdir. Cəmi 1 eləsin, hasılı mənfi 6. Deməli 3-ə mənfi 2 ədədləridir. Deməli 3-lə mənfi 2. Və yaxud da mənfi 2, 3, 9-cu sual olar A variantı. 10-cu suala baxaq. Deməli, yazaq 10-cu sualda. Verib bizə y bərabərdir 5x üzərinə gəlinsin 7a-nın kvadratı plus 3a-ya. Bir də verib y bərabərdir mənfi x üzərinə gəlinsin 6a-nın kvadratı minus a plus 5. Düz xətlərin kəsmə nöqtəsi ordinat oxu üzərində olar. Ordinat oxu nə deməkdir? 0-a y. Yəni ki, x-i nə olmalıdır burada? 0 olmalıdır. X-i 0, bu da 0 olsa bunları bərabərləşdirəcək. Baxın bura. Yazıram 7a-nın kvadratı plus 3a bərabərdir 6a-nın kvadratı minus a plus 5. 7a kvadrat 6a kvadrat çıxanda qalır a kvadrat 3a plus a plus 4a minus 5 bərabərdir 0. İndi cəmi mənfi 4 eləsin, hasılı mənfi 5 eləsin. Deməli, mənfi 5 ilə müsbət 1 olar. Doğru cavabımız. Mənfi 5, müsbət 1, 10-cu sual oldu. E variantı. Baxaq 11-ci suala. Y bərabərdir 12 bölünsün x. Bu hiperboladır. Hiperbolası və y bərabərdir 3x. Düz xətlərin kəsmə nöqtələr arasındakı məsafəni tapır. Əvvəla kəsmə nöqtələrini tapaq. 12 bölü x bərabərdir nəyə? 3x-a. Yazıq 3x. Deməli 3x kvadrat bərabərdir 12 olsa x kvadrat bərabərdir 4 olar. X bərabərdir bir dəfə 2 olsun, bir dəfə də mənfi 2 olsun. x1, x2 qiymətləridir. O zaman y1 nəyə bərabərdir? Bəs 2-ni vuraram 3-ə neçə edər? Bax burada 6 edər. X2 də neçə edəcək? Mənfi 6 edəcək. Çünki mənfi 2-ni 3-ə vurduq, mənfi 6. Bunun koordinatları 2-yə 6, bir də mənfi 2-yə mənfi 6. Deyir, məsafəni tapın. 2 nöqtələr arasındakı məsafə düşdürür. D bərabərdir. Mənfi 2 çıx 2. Mənfi 4 kvadratı müsbət 16 plus mənfi 6 çıx 6. Neçə edər? Mənfi 12 kvadratı 144 edər. O da deyir, kökün altında 150, 160. O da bərabər 4 kök altında 10. 4 kök altında 10. 11-ci sual oldu. D variantı. Keçək 12-ci sualımıza. M parametrin hansı qiymətində yazıb 2 plus mx üzərinə gəlinsin 3my minus 4 bərabərdir 0. 2m yazırıq. 2mx üzərinə gəlinsin 9m minus 3
iyilik minus 1 bərabərdir 0. Düz xətlərin kəsişmə nöqtəsi O ilik oxu üzərində olsun. O ilik oxu üzərində olmaq nə deməkdir? X bərabərdir, yəni ki 0 olsun. Harada x var, yenə 0 yazıq. Burada 0 oldu, burada 0 oldu. O zaman biz bunu neyək? 3my minus 4'də yazıram. 3my minus 4 bərabərdir 0'da. Y tapaq. Y bərabərdir 4 bölünsün 3m'ə bərabər olur. İndi burada x 0 oldusa, burada y tapsam, fikir verin bura. Y bərabərdir 1 keçir sağ tərəfə 1 bölünsün 9m minus 3 də burada qalar. İndi bunları bərabərləşdirək, y-ləri bərabərləşdirək. Olur 4 bölünsün 3m bərabərdir 1 bölünsün 9m minus 3'ə. Tənasib gün vursaq 3m yazıram 3m bərabərdir 4 9'um edir 36m minus 12'yə. Mənfi 33m bərabərdir mənfi 12 olsa m də bərabərdir 12 böl 33 olar. X-lər desəm 3'ə 4 bölünsün 11 qalar. Deməli 12-ci sualda da doğru cavab oldu A variantı. İndi 13-cü sualda baxaq 13-cü suala. Deyir ki, OX oxu üzərində olsun. Eyni sualda bu səfər deyir OX oxu üzərində olsun. 2 minus mx üzərinə gəlsin 4my minus 6 bərabərdir 0'a. Deməli 3mx üzərinə gəlsin 4m minus 1 y plus 2 bərabərdir 0'a. Düz xətlərin kəsişmə nöqtəsi OX olsun. OX olmaq nə deməkdir bəs? Y 0'a bərabər olsun. Onda bu hissə 0 olur. Bax, bu hissədə nə olacaq? 0 olacaq. İndi bu qalan ifadədən x-i tapsam, x bərabərdir 6 bölünsün 2 minus m olar. İndi buradan x-i tapsam, 3mx bərabərdir mənfi 2 olsa, x də bərabərdir mənfi 2 bölünsün 3m. İndi həmin x-ləri bərabərləşdirək. Olur 6 bölünsün 2 minus m bərabər olmalıdır. Mənfi 2 bölünsün 3m-dən. X əlləsək, burada qalar 1, burada qalar mənfi 3. Bu mənfini buradan attım, keçitdim bu üzə. 3m mənfi 3 əvrində mənfi 9m bərabərdir 2 minus m-ə. Mənfi 8m 2 olsa, m deyilər mənfi 0,25. 13-cü sual doğru cavab oldu neçə? C variantı. Baxaq 14-cü suala. Hansı funksiyanın qrafiki koordinat başlanğıcı nəzərən y bərabərdir 3x kvadrat plus 9x minus 7 funksiyasının qrafikinə simmetrikdir. Onda y-i də dəyişək. Mənfi y bərabərdir. Koordinat başlanğıcı mənfi x, mənfi y kimi götürə bilərəm. Və ya da bunun tərsini götürə bilərəm. Mənfi y, mənfi x. Bunun heç bir fərqi yoxdur. Çünki x-in y-yə mənfilər yazacaq. 3 vurulsun mənfi x-in kvadratı, üzərinə gəlsin 9 vurulsun mənfi x minus 7'yə. Mənfi y bərabərdir 3x kvadrat minus 9x minus 7. Hər tərəfin mənfiyə vursam y bərabərdir mənfi 3x kvadrat plus 9x plus 7. Mənfi 3x kvadrat plus 9x plus 7 14-cü sual oldu D variantı. 15-ci suala baxaq. Nədir 15-ci sualda? Hansı funksiyanın qrafiki absis oxuna nəzərən? Deyir OX oxuna nəzərən. Deyir simmetrik olsun aşağıdakılara. Y bərabərdir 5x kvadrat minus 13x plus 4. OX oxu deyirsə y-in yerinə y dəyişəcək. Y-in yerinə mənfi y yazırsam. Yazıram mənfi y bərabərdir 5x kvadrat. Simmetriyada OX deyirsə x dəyişmir də y dəyişir. Minus 13x plus 4. İndi buradan da y bərabərdir hər tərəfin mənfiyə vururam. Mənfi 5x kvadrat üstə 13x minus 4. Mənfi 5x kvadrat üstə 13x minus 4. 15-ci sual da doğru cavab oldu B variantı. Baxıram 16-cı suala. Fx bərabərdir. Nə verib bizə? Mənfi 3x üzərinə gəlinsin 1.
Bir de cx'i verib bizə. Cx bərabərdir 2x minus 1. F(cx) funksiyasının qrafiki ordinat oxunu hansı nöqtədə kəsər? Aha. Əvvəla f(cx)-i tapaq. F(cx) bərabərdir. Cx-i gətirib f-in yerinə yazıram. -3 vurulsun 2x minus 1 plus bir də nə var burada? 1 var. Bu da bərabərdir -6x plus 3 plus 1. O da bərabərdir -6x üzərinə gəlsin 4. Deməli, f(cx) funksiyası -6x üzərinə gəlsin 4-ə bərabər olur. Deyir, ordinat oxunu. Onda x-ə 0 versəm, 0-a y-nə neçə qalır? 4 qalır. 0-a 4 nöqtəsində kəsər. 16-cı sual olar B variantı. Baxaq 17-ci sualımıza. Deməli, 17-də nə deyir bizə? F(x) düz xəttini ordinat oxunu 0, 8 nöqtəsində kəsir. Deməli, f(x) funksiyasından söhbət gedir. Ordinat oxunu harada kəsir? 0-a 8. f(x) bərabərdir düz xətti söhbət edir, düz xəttdən. f(x) bərabərdir yazıram kx plus b. 0, 8-də kəsirsə, o zaman x-in yerinə 0 yazsam, olur f0 bərabərdir. Bura oldu 0, bərabərdir b. B neçəyə bərabərdir bəs? F0 8-ə bərabərdirsə, B bərabərdir olur 8. Yəni, Fx bərabərdir neçə olub? Birbaşa 8 də yazmaq olardı. Yox, daha doğrusu. F0 nəyə bərabər oldu? F0 8-ə bərabərdir. Sonra, Fx plus 6 absisi oxunu -7 0 nöqtəsində kəsir. İndi həmin qrafik necə oldu? Fx bərabərdir, yazıram kx üzərinə gəlsin 8. Bax, bu formada idi. İndi fx plus 6-ya baxıram. Fx plus 6 bərabərdir. Fx özü kx-dır. Plus 8 plus 6-nı da əlavə elədim. Olur kx plus 14 şəklində. Fx plus 6 bax belə oldu. Absis oxunu -7-yə 0. Əgər x-in yerinə -7 yazsam, bu opşi ifadə neçə olur? 0-a bərabər olur. Yazıram buradan -7x üzərinə gəlsin 14 neçəyə bərabər oldu? 0-a bərabər oldu. Daha doğrusu -7k olur burada. -7k bərabərdir -14 tapsam, k neçə olur? -2 olur. Deməli, funksiyanın ümumi şəkli fx bərabərdir 2x plus, baxın bura k-nı 2 tapmamışam. 2x plus neçə oldu? 8 oldu. Yazır 2x plus 8. Deyir fx minus 2 düz xəttdə absis oxunu hansı nöqtədə kəsər? Yazıram fx minus 2. Fx sözü 2x plus 8 deyir. Minus bir də 2-ni yazdım. Oldu 2x üzərinə gəlsin 6. Absis oxunu kəsir deyirsə, onda bu ifadə nə deyərəm? Mən 0 deyərəm. 2x plus 6 0 olsa x bərabərdir -3 olar. Absis oxunu -3-ə 0 nöqtəsində kəsir. 17 oldu C variantı. Keçək növbəti suala. Neçənci sual gəlir? 18-ci suala baxaq. Deməli, nə deyir bizə 18-ə? Geri bərabərdir, verib fx. Y bərabərdir, bir də verib nəyə? Cx. Funksiyanın qrafikinə əsasən f2. Yazıram buradan f2. Üzərinə gəlsin c5. Çıxılsın f-3. Bir bərabərdir hesabla. Əvvəla baxıram, bu hansı nöqtədə? Baxın, -3 nöqtəsi. Həm iki funksiyada, fx-ə də aiddir, cx-ə də aiddir. Bunu nəzərdə saxlayaq. F2-ni tapmaq istəyirəm. F2 bərabərdir. F funksiyası, bax, hansı funksiyadır? F funksiyası, bax, bu funksiyadır. Fikir verin bura, f funksiyası bu oldu. Mən indi 2-ni tapmaq istəyirəmsə, fikir verin bura, həm də bu 2, x2 olan cx-in üzərindədir. O zaman f2-ni tapmaq üçün 2x plus 3-də 2 yazaram yerinə. Onlar 7-dir. Deməli, f2 dəyəri bax burada 7-yə bərabər olub. Bax, bunu 2-də 7 olub. Sonra C5-i tapaq.
Baxıram C5'ə. C5 bərabərdir. Fikir verin C5 həm də nəyin üzərindədir? Həm f(x)in üzərindədir, həm də c(x)in. Onda x-in yenə 5 yazaram. Yəni ki 2x üzərinə gəlsin 3-ün də üzərindədir. X-in yenə 5 yazsam 2 5'im 10 üstə 3 bu da 13 edər. İndi f-3'ə baxıram. F-3 bərabərdir. F-3 fikir verin. Həm cx-in üzərindədir, həm də f(x)in üzərindədir. Deməli 2x plus 3'dən -3'ü yaza bilərəm yerinə. 2x plus 3'də -3'ü yazım. 2 -3'ə vuranda -6 üstə 3 bu da edir -3. Gətirib yerinə yazaq. F2 nəyə bərabər oldu? F2 bərabər oldu 7'yə. Yazıram 7. Üzərinə gəlsin. C5 edir 13. F-3. F-3'dən -3'ə bərabər olub. Burada da bir mənfi ilə çıx -3. Onlar müsbətdə 7 üstə 3. 13, 20 üstə 3, 23'ə bərabər oldu. Deməli 18'də də doğru cavab 23'dir. Baxaq 19-cu sualımıza. Yenə f(x), g(x) verim. Nə soruşur bizdən? f7 çıx c3 üzərinə gəlsin f-1 bərabərdir. f7'yə baxıram. 7 harada yerləşir? Bax 7 burada yerləşir. Həm f(x)-ə aiddir, həm də nəyə aiddir? G(x)ə aiddir. Onda x-in yerinə 7 yazsam, bax burada qiymət alacaq. 2x plus 5'də yazıram Gx bərabərdir 2x plus 5'də. 7 yazsam 2 7 14 üstə 5 19. Deməli f7 19'a bərabərdir. Sonra 3'ə baxıram. 3 həm f2'ə aiddir, həm də Gx-ə aiddir. Onda gətirib 3'ü burada yerinə yaza bilərəm. 2 3'üm 6 üstə 5 11. Deməli G3 də 11'ə bərabərdir. Çıx 11. Sonra üzərinə gəlsin f-1'ə baxıram. Fikir verin. -1'i yerinə qoysam burada funksiya qiymət alır. Həm də nəyin üzərindədir? Gx-in üzərindədir. -1'i 2'ə vurdum. -2 üstə 5 müsbət 3. Bu da bərabər 19'dan 11 çıxıram. Edər 8 üstə 3 yenə də neçə qalar? 11 qalar. 19-cu sualda da doğru cavab 11'ə bərabərdir. Keçdik növbəti sual 20-ci suala. f(x), g(x)'in qrafiki verib fc0 yazıram. fc0 üzərinə gəlsin gf2. Deyir bunu hesablayın. Bərabərdir. Əvvəla g0'ı tapaq. İndi g0'a baxaq. Görək g0 hanı? Bax bu qrafik fx-ə aiddir. Bu da gx-ə aiddir də. İndi 0 verəndə, G-də 0 verəndə funksiyaya bax harda alıb? 6'da alıb. Deməli G0 6'ya bərabərdir. Yəni ki F6'nı hesablayacaq. Üzərinə gəlsin. F2'ni hesablayıram indi. 2'yə baxaq. F funksiyası hansı funksiyadır? F funksiyası bax bu funksiyadır. 2'də baxın, bax funksiya F-ə dəyir, qayıtdı 3'ə. Deməli F2'də 3'ə bərabərdir. Burada G3'ü hesablayacaq. İndi F6'ya baxıram. Gəlirəm 6'ya dəydi F-ə hara qayıtdı? Buraya 5'ə qayıdıb da. F6 nə oldu? 5. Üzərinə gəlsin. G3'ə baxıram. 3'dən gəldiyim C funksiyasını dəyməliyəm. C funksiyası da bax budur. Gəldim bura, gəldi bax 4'ə dəydi C funksiyasında. Bu da oldu 4. 5 ilə 4'ün cəmi oldu müsbət 9. 20-ci sualda da doğru cavab 9'a bərabərdir. Baxaq 21-ci suala. 21. F(x) nə verib bizə? F(x) verib ax-in kvadratı. Sonra nə verib? Gx verib bizə x plus b. Nə soruşur? F-2 üzərinə gəlsin. 3 C3 çıx C8 bərabərdir suala. Əvvəla baxıram. Gx x plus b deyil. Harda kəsib y qoxun? 2'də kəsib. Deməli b nəyə bərabərdir? B 2'yə bərabərdir. Deməli gx funksiyası bərabərdir x plus 2 şəklindədir. Həm də bu, baxın bu 2 nöqtəsi var. 2 nöqtəsi həm də gx aid deyil. 2'də qoysam yerinə 2 üstəki neçə eləyəcək? 2 üstəki 4 eləyəcək. Bax, gətirin burada x plus 2 deyildi. 2 plus 2 bax burada gəlib 4 alacaq. Deməli funksiyada burada neçə alıb? 4 alıb.
İndi 2 4 nöqtəsi. 2 4 nöqtə. X kvadratına aid deyil, bəli. Yazıram 2 4 nöqtəsi. Nəyə aiddir? Həm fx-ə aiddir, həm də gx-ə. Fx-də nə verib bizə? Fx bərabərdir ax kvadratı vermişdi. Gətirib yerinə yazaq. X-in yerinə 2 yazsam, olur 4a bərabərdir 4 olsa, a bərabərdir 1 olar. Deməli, fx də özü ilə x kvadratına bərabər. Çünki a-nın yerinə 1 yazdım. İndi f mənfi 2. Bax, deyir, bunu hesabla. Bərabərdir. Buradan aşağıdan bərabər yazdım. F mənfi 2. X-in yerinə mənfi 2 yazanda kvadratı müsbət 4. Üzərinə gəlsin 3 vıraq C3. X-in yerinə 3 yazsam 3 üstə 2 olur 5. Üzərinə gəlinsin, yox, çıxılsın. C8 verib bizə. 8 plus 2 o da elədi 10. Bərabərdir. 4 üstə gəlinsin 15 çıx 10. Yerində doğru cavab qaldı 9. 15, 19, 9 qalır. Deməli, 21-ci sualda da doğru cavabımız 9-a bərabərdir. 22 bunun eynisidir yazmayacağım. Baxaq 23-cü suala. Yenə də burada 2 nöqtəsi bunun hər ikisinə aid idi. Deməli, B2-yə bərabərdir buradan. B2-dirsə 2 plus 2 4 olur. Yenə gətirib yerinə qoyarsınız. Bax, bunları hesablayasınız. Eyni funksiyalardır. Baxaq 23-ə. Fx bərabərdir. Mənfi 2x üzərinə gəlsin 3. Gx bərabərdir. 2-də 1. X minus 1. F gx funksiyasının gx funksiyasının absis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın dərəcə ölçüsünü tapın. F gx-i tapaq əvvəla. Harda gx-i fx-də x-in yerinə yazaq. Mənfi 2 vurulsun. 2-də 1 x minus 1. Üzərinə gəlsin 3. Bərabərdir. Mənfi 2-ni 2-yə vuranda olur mənfi 1 x plus 2 plus 3. Yəni ki, mənfi x üzərinə gəlsin 5. K-sı nəyə bərabərdir? Mənfi 1-ə. Tangiyesi alfa mənfi 1 olsa, alfa da bərabərdir 135 dərəcəyə bərabər olar. 23-cü sualda da doğru cavab oldu 135. Baxaq neçəyə 24-cü sualımıza. Fx düz xəttdə ordinat oxunu 0,6 nöqtəsində kəsir. Deməli, fx nəyə bərabərdir? Kx üzərinə gəlsin B. Ordinat oxunu harada kəsib 0,6 nöqtəsində. X-in yerinə 0 yazsam, onda fx bərabərdir 0 üzərinə gəlsin B. X-in yerinə daha doğrusu 0 yazsaq. 0 yazanda neçə olub? Y 6 olub. 6 bərabərdir B. Deməli, B nəyə bərabərdir? 6-ya bərabərdir. Fx bərabərdir Kx plus 6 şəklindədir. İndi eyni zamanda deyir fx minus 4. Harada x var, yerinə x minus 4 yazaq. Yazıram fx minus 4 bərabərdir. K vurulsun x minus 4. Harada x var, yerinə x minus 4 yazım. Plus 6. Yaxud da buraya gətirib yerinə yazıb hesablamaq olar. Heç bir fərqi yoxdur. Deməli, plus 6-nı yazdıq. Yazıram fx minus 4 bərabərdir. Kx minus 4k plus 6-ya. Absis oxunun mənfi 5 0-da kəsir. Heç bunu yazmağa ehtiyac yoxdur. Absis oxunu x-in yerinə mənfi 5 yazaram. Bu neçə olacaq? Bəzi 0 olacaq. Deyir, mənfi 5-i 0-da kəsib. 0 bərabərdir. Mənfi 5 çıx 4. Mənfi 9k plus 6-ya. 9k bərabərdir 6 olsa, k da bərabərdir 2 bölünsün 3 olar. Deməli, funksiya fx bərabərdir. Nə şəklində olub? 3-də 2x plus 6 şəklində. Fx düz xəttinin koordinat oxları ilə əmələ gətirdiyi fiqurun deyir sahəsini tapın. Baxaq. X, Y koordinat sistemini çəkdik. X-a 0 verəndə Y neçə olub? Y olub 6. Deməli, Y bax, burada 6 nöqtəsindədir. Onsa bizə vermişdir 0,6 nöqtəsi. İndi Y-ə 0 versəm, olur 3-də 2x üstə 6 bərabərdir 0. 3, 6, 18, x buradan mənfi 9 edər. Bax, x da burada neçədir? Mənfi 9-a bərabərdir. Bax, bu fiqurun sahəsini istəyirdi bizə. Bura 9-dur, bura 6-dır, burada düz bucaqdır. 6, 9-un 54, 2-yə böldük 27.
Deməli doğru cavabımız 24-də də 27-yə bərabər olmuş olur. Keçək növbəti suala. 3-cü sual gəlir. 25-ci sualımız. 25-ci sualda nə deyir? Gör uyğunluğu müəyyən elə. Birincidə verib. Qrafiklərdən söhbət edirsə K1 birincidə nəyə bərabərdir? 5-ə bərabərdir. Yazdım bura 5. K2 bərabərdir nəyə? 5-ə. Sonra ikincidə K1 3-dür. K2 bərabərdir 2-dir. Deməli, üçüncüdə K1 nəyə bərabərdir? 2-ni 2-yə böldüm, qalar 1. K2 nəyə bərabərdir? Bəs K2 də bərabərdir 1-ə. Deyib, qrafiklər kəsişir. Bunlar bir-birindən fərqli olduğuna görə qrafiklər kəsişir. 1 getdi A-ya. Daha doğrusu A getdi 2-yə. 2-yə oldu A variantı. Grafikləri koordinat başlanğıcında kəsişir. Hansının koordinat başlanğıcı kəsişir? Baxaq, buna da 2x plus 3 bu edir. Hər tərəfini 2-yə bölsəm, bu da x plus 3-dür. Deməli, 3-ə uyğun gəldi B. 3-ə uyğun gələr B variantı. Daha doğrusu bizə deyir ki, koordinat başlanğıcı kəsir. Bu koordinat başlanğıcı da yox, kəsişmir axı. X-a 0 versə, y-i 3 nöqtəsində kəsişir. Bu olmaz. Bu getdi. Grafikləri koordinat başlanğıcında kəsişən burada yoxdur. Heç birisi koordinat başlanğıcında kəsişmir. Bu da gedir. Grafikləri paraleldir. Görək C hansına gedir? Paraleldirsə buna uyğun gələr də. 1-ə olsun C. 1-ə uyğun gəldi C, 2-yə A. İndi bax, grafikləri üst-üstə düşür. Üst-üstə düşəndə 3-ə də uyğun gələr D variantı. Çünki ikisi də x plus 3-ə bərabərdir. Grafikləri apsis oxunun müsbət istiqamət ilə kör bucaqama gətirir. Heç birisinin K-sı mənfi olmadan Y variantı heç birisinə uyğun gəlmir. 1-ə gəlir C, 2-yə gəlir A, 3-ə də D gələr. Deməli, baxaq neçəyə 26-cı sualımıza. Y bərabərdir. Verib Kx plus B. Funksiyasının qrafiki M04-də nöqtəsindən keçir. M nöqtəsi 0,4 nöqtəsindən keçir. Deməli, y bərabərdir Kx. X-ə 0 versəm, y 4 olur. Y 4 olan, yəni ki, B-si də 4-ə bərabərdir. Bu heç. Keçir. Nöqtəsindən keçir və nöqtələrindən keçən düz xəttdə paraleldir. K vuraq B-ni tapın. B bərabərdir 4 olub. Bu heç. Biz K-nı tapmaq istəyirik. A nöqtəsi 1-ə mənfi 3, bir də B nöqtəsi hansıdır? Mənfi 3-ə müsbət 5. Nöqtələrindən keçən düz xəttdə paraleldirsə, bunun olsun K2, bu da olsun K. K bərabərdir K2 olsa, bunlar bir-birinə paralel olacaq. O zaman K2 nəyə bərabərdir? 22 minus 21, yəni ki 8. 5-dən mənfi çıxır 8, mənfi çıx 1, mənfi 4. Bu da eləyər mənfi 2. Deməli, K da özü nəyə bərabərdir? K özü də elə mənfi 2-yə bərabər olar. Deməli, y bərabərdir mənfi 2x üzərinə gələnsin 4 şəklində funksiyadır. Mənfi 2-ni də 4-ə vuraram, K vuraq B hasılı mənfi 8 olar. 26-cı sualda da doğru cavab mənfi 8-ə bərabərdir. Keçək 27-ci sualımıza. Deməli, buradan asaq. Baxaq 27-ci suala. Görək nə deyir 27-də bizə? Fx bərabərdir. Nə verib bizə? Mənfi modulda x minus 3 üzərinə gələnsin 5. Bir də gx verib bizə. Modulda x minus 3 minus 5. Funksiyaların qrafiklərinin əmələ gətirdiyi qapalı fiqurun sahəsini hesablayın. Məsələni qrafikləri çəkərək alınan fiqurun sahəsi düsturundan istifadə etməklə həll edin. Aha. Baxıram nəyə? Qrafiki əvvələ çəkək. X-y koordinat sistemində bu qrafikləri göstərək. İndi 3 vahid sağa gedib 5 vahid yuxarı. 3 vahid sağa getdi. Bax bunun qrafiki. 5 vahid yuxarı gedib. İndi bir də nə var burada? 5 vahid getsin yuxarı. Bax, funksiya, bax, buradan keçəcək də belə deyil. Təpə nöqtəsi burada.
İndi eyni zamanda bu birisinin qrafikinə baxaq. 3 vahid sağa gedib, -5 vahid də aşağı. 3 vahid sağa gedib, bax bura. -5 vahid də aşağı, bax buradan gəlib keçəcək. Sonra nə var burada? İndi bunları sıfırlarını tapaq. Məsələn burada. Və yaxud da bunun. X oxun kəsdiyi nöqtələrə baxaq. Modul x minus 3 minus 5 0 olsa, modul x minus 3 5 olar. X çıx 3 bir dəfə 5 olar. X çıx 3 bir dəfə də -5 olar. X bir dəfə 8 olsun, x də bir dəfə -2 olsun. Deməli, -2 bax buradan keçəcək, bir də 8-dən keçəcək. Bax buradan. Birincinin qrafiki qollar üzü aşağı olacaq, çünki modulun qarşısında mənfi var. Bax, biri belə gəlməlidir, biri də belə gəlməlidir. Deməli, burada neyniyək? Bax, bunu normal çəkək. Bura olsun 8. Bura neçə olub? Bax, burada olub -2. Onsuz da bunun da kökləri, bax, bunun da kökləri 8-ə -2-dir. 8-ə -2-dir və qarşı müsbət olduğuna görə üzü yuxarı keçməlidir. Avtomatik bunları silək, çünki qrafikdə qarışacaq. Təpə nöqtəsi budursa, bax 8-dən gəlib keçəcək. Bax, biri belə gəlib keçməlidir. Üzü yuxarı doğru. 8-i də buradan normal şəkildə yazaq. Bir də gəlib haradan keçməlidir? Bax, bu 2-dən keçməlidir. Bu formada. Yox, biraz yaxşı düşmədi. Bax, belə çəkək bunda. Aha. Bir də keçdi harada? -2-dən keçdi. Yazıram bura -2. Deyir, bunun sayəsini tap. Buradan, bax, fikir verin. Buradan bura qədər məsafə 8-dir. Buradan bura məsafə 2-dir. Buradan bura məsafə də 5 idi. Bura 5-dirsə, bura da 5 olur. Bu buna perpendikulyardır. 8-dən 2, obşu oturacaq neçə oldu? Obşu oturacaq oldu 10. 10'u vuraram 5'e. 50 2'ye bölərəm neçə qalar? 25 qalar. İndi bunu daha səliqəli göstərək burada. Bax, buradan bura məsafə 8-dir. Buradan bura məsafə 2-dir. Buradan bura məsafə, üçü də buradan silək bunu. 8-dir, 2-dir. Oturacaq neçə oldu? Fikir verin bura, bax, bu oturacaq olur 10. Burada olub 5. Üçbucağın sahəsi. Hansı üçbucaqda? Bax, bu üçbucağın sahəsi. 10'u vuraram 5'e. Bax, 10'u vuraram 5'e, 2'ye bölərəm. Deməli, 10 vurulsun 5 böl 2. 5 10'um 50, 2'ye böldü 25. Buranın sahəsi 25'e bərabərdirsə, onun da aşağının da sahəsi 25'e bərabərdir. Çünki eyni şey burada təkrarlanır. 5'e 10. Oturacaq da olub 10. Onda burada gelir. 25, 25, ikisinin cəmi neçə oldu? 50 oldu. Deməli, doğru cavabımız 50'ye bərabərdir 27-ci sualda. Baxaq 28-ci sualımıza. Nədir 28-ə? Y bərabərdir modulda x minus 1 üzərinə gəlsin 2. Funksiyasının qrafiki y bərabərdir 8. Yazıram y bərabərdir 8. Düz xəttin əməl gətirdik qapalı fiqurun sahəsi. Əvvəla x-li koordinat sistemini çəkək. Qrafik bir vahid aşağıdır, bir vahid aşağıdır, 2 vahid yuxarıdır. Deməli, nə verir? Modul x minus 1 üzərinə gəlsin 2. Aha, baxaram qrafikə. 1 vahid sağa, 2 vahid yuxarı. Bax, 2 vahid də yuxarı gedir. Deməli, qrafik x oxunda kəsmir. Bax, bu formada davam edəcək. Buradan keçir, bax. Belə gəldi, bu formada buradan davam edəcək. Sonra bir də y bərabər 8 düz xətti var. Tutaq ki, 8 düz xətti də biraz uzadaq burada. Tutaq ki, 8 düz xəttdə bax buradır. 8 düz xətti də y bərabər 8 x-a paralel keçməlidir. Çəkdik bura. İndi deyir ki, bu fiqurun sahəsi. Bax, bizdən bu fiqurun sahəsini istəyirdi. Tapaq bu fiqurun sahəsini. Mən burada bir hündürlük yendirsəm, baxın, fikir verin. Bura oldu düz bucaq. İndi buradan bura məsafəni mən, bax, buradan bura məsafəni tapmalıyam. İndi x minus 1 plus 2 ilə 8-in kəsişmə nöqtəsinə baxaq.
Modul x minus 1 üzerine gelsin 2 bərabərdir 8'e. Modul x minus 1 bərabərdir 6'ya. X minus 1 bir dəfə 6 olar. X 7 olacaq. X minus 1 bir daha mənfi 6 olsa x bərabərdir mənfi 5 olacaq. Deməli, kəsişmə nöqtələrdə, bax fikir verin. Bura mənfi 5'dir. Kəsişmə nöqtələrdə bir nə var? 7 var. Burada 7'dir. Buradan bura qədər olan məsafə 7, buradan məsafə olan 5'dir. 7 ilə 5'in cəmi elədi 12. Deməli, bax bu A-dan B-yə qədər olan məsafə 12'yə bərabərdir. İndi eyni zamanda buradan bura məsafə 2'dir. Bax, buradan bura olan məsafə 8'dirsə, bura neçə qalmalıydı? Bax, buradan bura məsafə qalmalıydı 6. Bura 6'dirsə, onda bura da 6 olur. 6 var, 12 var. Hündürlüyü var, oturacaq məlum. S bərabərdir. 12'ni vuraram 6'ya, bölərəm 2'yə. Neçə edəcək? 36 edəcək. Deməli, 28-ci sualda da doğru cavab 36'ya bərabərdir. 29 bunun eynisidir, yazmıram. Keçək növbəti sual 30-cu sualımıza. Deməli, 30'da nə deyir bizə? Deyir, iki təpəsi y bərabərdir, yazırıq. Y bərabərdir mənfi modulda x üzərinə gəlsin 6'ya və y bərabərdir modul x minus 4. Funksiyaların, qrafiklərin kəsişmə nöqtələrində, digər iki təpəsi isə bu funksiyanın təpə nöqtələrində yerləşən dördbucaqlının deyir sahəsini tapın. Əvvəla kəsişmə nöqtələrinə baxaq. Yazıram mənfi x üzərinə gəlsin 6 bərabərdir modul x minus 4'ə. Daha doğrusu modulda x minus 4 ayrı. Deməli 2 modul x bərabərdir 10'a. Modul x bərabərdir 5. X bir daha 5 olsa x də mənfi 5 olar. İndi qrafikləri çəkək. Bu bir x-y koordinat sistemimiz. İndi 6 vahid yuxarı gedib, 6 vahid yuxarı gedib. Bax, fikir verin. Geçsin buradan 6 vahid yuxarı. Və qolu haradır? Üzü aşağı. Çünki modulun qarşısında mənfi var. Bax, qol üzü aşağıdır, belə davam edəcək. Bu birinci qolumuz, bu da ikinci qolumuz. İndi eyni zamanda mənfi 4 vahid hara gedib? Aşağı gedib. Yazıram buradan. Bax, fikir verin. Mənfi 4 vahid də burada aşağı gedib. Bu da belə davam edəcək. Bax, buradan davam edəcək də belə deyək. Bu belə geçsin, bu da belə geçsin. Kəsişmə nöqtəsinin koordinatları, bax, biri mənfi 5'dir, yazıram bura. Biri isə müsbət 5'dir. Bu məlum məsələ. Bəs indi bu funksiyaların özü x-ləri harada keçəcək? Baxıram, mənfi x plus 6'da, yazıram mənfi modul x plus 6 bərabərdir 0 olsa. Modul x 6 olsa, x bir dəfə 6 olur, x bir dəfə mənfi 6 olur. Deməli, birinci funksiya biri mənfi 6'da keçir, biri 6'da keçir. Böyük funksiya. Modul x minus 4, yazıram modul x minus 4 0 olsa, x bir dəfə 4'də keçər, x bir dəfə mənfi 4'də keçər. Onda kəsişmə nöqtəsinin koordinatı daha doğrusu buradır. Bura 5, 5 yazmaya da. Bax, bunu kəsir neçədə? Buranı kəsirsək müsbət 4'də, buranı kəsirsək də mənfi 4'də. İndi bir də kəsişmə nöqtəsinin koordinatları 5'ə mənfi 5'də var. Hələ ki, qalsın bu. Buradan bura məsafə oldu 6, bura düz bucaqdır. Buradan bura məsafə oldu 4'də bərabərdir. İndi eyni zamanda biz nəyə baxmalıyıq? Bax, bu fiqurun sahəsini istəyir də bizdən. Buradan bura məsafə 4'ə bərabərdir. Buradan da bura məsafə 4'ə bərabərdir. İndi fikir verək bura. D1 diagonalımız olur 8'ə. D2 diagonalımız olur 10'a. Aha. Deməli 4, 4. Bizim şərtdə nə deyildi bizə? Digər iki təpəsi bu funksiyanın təpə nöqtələrində. Bu funksiyanın təpə nöqtələrində buradır. Bunu çəkmişik. Deyir, funksiyanın qrafikindən kəsişmə. Deyir, kəsişmə nöqtələrində olsun. Nə deyir, 4 bucaqlının sayısı. Kəsişmə nöqtələri hansılardır? İki təpə nöqtəsi deyir, burada olsun. Kəsişmə nöqtəsində olsun. Bax, buradan bura götürəcək də. Buradan bir də bura. Kəsişmə nöqtələrində. Kəsişmə nöqtəsi deyirsə, buradan bura mənfi 5 deyir. Onda bunları silək. Bunu da buradan sildim. Burada müsbət 5'dir.
İndi buradan bura qədər olan məsafə nəyə bərabərdir? 5-ə bərabərdir. Buradan bura məsafə də 5-ə bərabərdir. İndi D1 diagonalımız 8 yox, 5 ilə 5-in cəmi olar 10. D1 diagonalda olur 10. Çünki 5 ilə -5-də kəsişmişdi. Aha. İndi S bərabərdir 2-də 1, D1 vurur D2. O da bərabərdir 2-də 1, 10 vuraq. 10 bərabərdir neçə qalar? 50 qalar. Keçək neçinci suala? 31-ci sual. 31-də bunun eynisidir. Bunu özünüz yazarsınız. Baxaq 32-ci sualımıza. 32-də deyir ki, B parametrinin hansı ən kiçik tam qiymətində? Yazırıq. Y bərabərdir x kvadrat minus 5x minus 7. Funksiyasının qrafiklə kəsişmir. Aha. Deməli, y bərabərdir 3x minus b. Əvvəla bunlar bir-birinə kəsişsəydi nə olacaqdı? X kvadrat minus 5x minus 7 bərabər olacaqdı 3x minus b-yə. Baxıram, x kvadrat minus 8x üzərinə gəlsin b minus 7 bərabərdir 0. Kəsişsəydi diskriminant 0-dan böyük olardı. Deyir, kəsişməsin axı. Diskriminant 0-dan kiçik götürək. Vur 64 çıxılsın, 4 vurulsun b minus 7. Kiçikdir nədən? 0-dan. Yəni ki, diskriminant olsun 0-dan kiçik. İndi hər tərəfini 4-ə bölsəm, olur 16 minus b üzərinə gəlsin 7 kiçikdir nədən? 0-dan. Mənfi b kiçikdir. Mənfi 23-dən, mənfi 23-dən, b də 23-dən böyükdür. Ən kiçik qiymət də 24 olar. Deməli, 32-ci sualda da doğru cavab 24-ə bərabərdir. 33-ə baxaq. A parametrinin hansı qiymətə kvadratik funksiyanın təpə nöqtəsi tənli və düz xəttin üzərində olar? Yazıram, y bərabərdir ax kvadrat üzərinə gəlinsin 2ax üzərinə gəlinsin 3a minus 9. Funksiyasının qrafikinin təpə nöqtəsi 3x plus 10 üzərində olar. Y bərabərdir 3x plus 10'un üzərində olsun. Təpə nöqtəsinin koordinatını tapar. x0 bərabərdir mənfi b. Yəni ki, mənfi 2a böl 2a. Oldu mənfi 1. Y0'a baxaq. Hər x var, yenə mənfi 1 yazıram. Olur a minus 2a üstə 3a minus 9. A'dan 2a çıxdı. Mənfi a üstə 3a müsbət 2a minus 9. Y0'da budur. 3x plus 10 üzərində olsa deyirsə, y budur, x da budur. Y-i yenə gətirib yazıram 2a minus 9 bərabərdir. X-in mənfi 1. Yəni ki, mənfi 3 üzərinə gəlsin 10'a. 2a bərabərdir 16'ya. A neçə edər? 8 edər. Deməli, 33'də də doğru cavab 8'ə bərabərdir.